Qayıtdım. Ha, hardan bildin ki burada ya? Koridora çıxmışdım, gördüm yuxarı qalxırsan, bildim buradasan. Necə oldu məsələn? Heç nə, həll oldu. Lap yaxşı. Çantanı qoy evə, gəl bizə. Gəlim mən. Geç. Otur divanda. İçənsən, Sən yemək yeyirsən, kişi, narahat olma, nuş eləsən. eyrəm içənsən, Arada hə. həmin o ara indidir. Xüsusi məclis deyil, istəyəndə ötür geçsin, sağlıqsız yazsın. Sağ ol kişi. Bundan zoğalı iyi gəlir də, elə bir dadı başqadır. Ərik tamıdır. O necə olur ki, iyi zoğal dadı ərik. Bunu hardan tapırsan belə? Mən tapıram. Hə, sağlığı yox idi. Elə bir dənə bu qalmışdı. Sağ ol kişi. Gedir ha. Kimsən sən? Bahadır. Yəni nə işlə məşğulsun? Böyle heç bir işlə. Bu araqdan səndə yenə var kişi. Var, var, iç. Mən səhər içmişəm. Ora adamı deyilsən. Yox. Bu tərəfə necə keçdin? Onu özüm də bilmirəm. Amma içəridə olmusan. 15 yaşımda düşmüşəm içəri. Əvvəl malaletki, oradan da böyüklərin arasına. Surakumun qurtarmağına az qalmışdı. İçəridə adam vurdular. O da qaldı mənim üstümdə. İşimi artırdılar. Bir xeyli vaxt sonra təzədən istintaq. Aydın oldu ki, mən öldürməmişəm. Götürdülər iş üstümdən. Bəs necə oldu içəri düşdün? Adam öldürmüşəm kişi. Düzünə də öldürmüşəm. Detdom uşağıyam mən. Bizdə bir direktor var idi. Bu yetimxanadakı qızları pula çıxardırdı. Bir qız sevirdim, Humay. O da məni sevirdi. Məsələ oldu ki, bir gün bu direktor Humayı ötürüb pənaha. Eşidəndə elə bil dünyam dağıldı. Ruh kimi fırlanırdı. Humay da məndən betər. O vaxt Qəmbərəmi bizdə yetimxanada axıran işləyirdi. Tanıdığımız qəmbərlərdir. Heç nə də Qəmbərəmdən fırlatdığım atverka ilə ikisini də öldürmək istəyirdim. Şans düşdü, direktoru öldürdüm. Öldürən kimi də tutuldum. İndi də pənahı vurdun. Yer elə. Mən əslində elə pənaha vurmağa gəlmişdim bura. Çünki qisas şərtdir kişi. Qoy hamı bilsin ki, bu həyatda eləyirsənsə, bunun bir bədəli olmalıdır. Nə bilim, mənim həyatdan başa düşdüyüm budur. Faxıdan özünü qoru. Hay o məsələni Qəmbərəmi ilə Rəşad həll eləyib. Rəşad deyir, tökülən qanların, necə deyir? Tökülən qanların deyir, diplomatik həlli var. Dediyin o qız Humay, onunla əlaqən var? Ya, Yaxşı, bəs sən o vaxt direktoru öldürüb tutulanda təslim oldun, yoxsa özləri tapdılar səni? o vaxt mən onu gecə vurmuşdum. Bu gecələr otağına qadın gətirirdi. Bunu güddüm. Gecə qadın çıxandan sonra koridor da boş idi, işıqlar da sönmüşdü, hamı yatmışdı. Girdim otağına ki, dəmdi.
Piyanı idi. Heç nə də deşik elədim. Satqınlıq variantını fikirləşməmisən? Ola bilməz axı, heç kim görməmişdi. Sən kişi bayaqdan çəkmisən məni daprosa. Gəl biraz da səni tanıyaq. Adın nədir sənin? Vahid. Vahid. Bilirsən də adının mənası? Tək, yalnız. Belə pis çıxmasın. Yoldaşın yoxdur? Yox. Niyə? Rəhmətə gedib çoxdan. Bir oğlum var, Aydın. Allah rəhmət eləsin. Hardadır ki oğlum? Allah bilir, hardasa gizlənib. Ha, o məsələyə görə... Sən yaxşı insansan Vahid. Nəyə görə? Ona görə ki oğlu batmamısan. Ona görə ki onu böyüdüb başa çatdırmısan. Çünki bunu hər ata eləmir də, bunu bilirsən özün. Belə özün nə işlə məşğulsan? Fizikam. Fizik, yəni fizika ilə məşğulsan da. Belə vidində var əslində, bir intelligent adam oxşuyursan. Day məşğul olmuram. Niyə? Nə bilim, çoxlu haqsızlıqlar gördüm, axırda bezdim. İntelligent adam olsan da bu spirtdən zatdan başın çıxır. Buradakılar mənə Alkaş Vahid deyirlər. Bax, mən elmdən məşğul olanda buradakıların heç biri mənə alim Vahid demirdi. Sonra işkiyə quşandım. O saat oldum Alkaş Vahid. Çoxumuz beləyik. Kiminsə səhvini o adamı səhvdən xilas eləmək üçün fürsət kimi yox. Başa daxınç fürsəti kimi görürük. Çünki özümüzün gizlində çox səhvlərimiz var. Vicdanımıza hesabat verə bilmirik. Ona görə də başqalarının bizdən daha betər gündə olmasını istəyirik ki, özümüzü üstün bilək. Öz nöqsanlarımız gözə batmasın. Bəzi adamlar daha pis adamlardan yaxşı olduqları üçün özlərini imam evladı qədər təmiz hesab eləyirlər. Sonra öz qüsurları gözlərində adiləşir. Adiləşdikcə də çoxalır. Çoxaldıqca da daha azğınlaşırlar. Ən pis adama çevrilirlər. Münasibətlərin nisbilik nəzəriyyəsi budur. Düz deyirsən kişi, çox qəşəng danışdın. Alim adam başqa adda deyirəm. Belə başqa heç kimin yoxdur sənin? Gəlinim var, Aydının yoldaşı. O da mən də qalmışıq belə. Yaxşı, alim Vahid. Süfrən açıq olsun, çox sağ ol hər şeyə görə, çox xoş oldu. Gedim mən. Bəs yemək hazırladım axı. O yumurtanı yesəm yumurtaya dönəcəm mən. Sağ ol. Məsləhət.